Uşaqlar dünyası təqdim edir. Məstanə Sadiqiyəm və bu gün Azərbaycanın ən gözəl nağıllarının biri Nar qızını sizə oxuyacağam. Bu gözəl nağıl Səməd Behrəncinin nağıllarından da ki, sizin gözəl baxışlarınıza hədiyyə olsun. Nar qız. Biri var idi, biri yox idi. Geçmiş zamanlarda bir şahzadə yaşayırdı. Bir gecə şahzadə yuxusunda gözəl göyçək bir nar qız gördü. Səhər vəzirin yanına çağırdı, yuxusunu danışdı, əmr elədi ki, nar qızı tapıb gətirsinlər. Vəzir əlini döşünə qoyub dedi, yuxuda gördüyünü necə tapmaq olar? Nə əmrim var yetirim yerinə, ancaq bunu başarmaram. Şahzadə hirslənib dedi, bunu onu bilmirəm, get sənə 3 gün fürsət verirəm. 3 günə kimin nar qızı tapıb gətirməsən, boynunu vurduraram. Vəzirin əlazı kəsilib, razı oldu, yola düzəldi. O şəhər sənin, bu şəhər mənim. 3 il gəzib axtardı, amma bir kəsdən soraq ala bilmədi. Vəzir körpeşman saraya sarı döndü ki, yolda bir qarıya rast gəldi. Bu dəfə ondan da nar qızın sırrını soruşdu. Qarı dedi, bala, sən bu fikirdən əl çək. Sən deyən o nar qız ağ devin tələsindədir. Vəzir dedi, əlac yoxdur, nə olur olsun, gərək gedim o qızı gətirim. Onda qarı nar qızın yerini belə başa saldı. Çox-çox uzaqlarda bir bağ var, o bağda bir nar ağacı var. Vur tut 3 nar yetirər, nar qızı onların birindədir. Ağ dev gecə-gündüz onlara keşik çəkir. Amma nə fayda, o bağın yolu yoxdur. Hər kim o bağa ayaq bassa, vay halına, ora gedənlərin heç biri dönməyib. Vəzir yola düzəldi, az getdi, uz getdi, dərə təpəyə diz getdi. Gücbəla gəlib bağa çatdı. 7 gün, 7 gecə bağın ətrafında dolandı. İçəri girməyə yol tapmadı. Bir dənə gördü ki, bir heybətli ağ dev gəlir. Elə bir dağ yerindən tərpənir. Dev bağın divarına yaxınlaşdı, vəzir tez gizləndir. Dev iki barmağı ilə işarə eləyən zaman divar yarıldı. Dev içəri girən zaman vəzir də ondan barabar birlikdə içəri girdi və bir çölün dibində gizləndi. Gözlədi gecə yarısı, dev yuxuya gedəndə vəzir xəlvətdən narın üçünü dərdi. Dərələrdən sel kimi, dağlardan yel kimi gəlib yurduna çatdı. Bir ağacın dibində, bir bulaq başında oturdu. Narın birini parçaladı, içindən birinə çıxmadı. İkinci narı da parçaladı, yenə bir şey çıxmadı. Üçüncü narı böldüğü zaman içindən bir 15 yaşında boyu bəstə, gözəl göyçək bir sona kimin qız çıxdı. Bundan xəbərdar olan saray qulluqçusu ağacın dibindəki bulağa gəldi. Baxdı gördü, bir qızın əkizi düşüb bulağın suyuna. Başını yuxarı qovzayan zaman bir gözəl qızı gördü. Paxıllıqdan ağaca çıxıb qızı saldı yerə və özü oturdu qızın yerində. Qız yerə düşdüyündə bir qızılgülə dönüşdü. Bu yandan şahzadə vəzir ilə birlikdə gəldilər, nar qızı aparsınlar. Şahzadə dedi, vəzir, bu ki qıravaşdır. Vəzir çaşıb qaldı, bilmədi nə desin. Şahzadə bir qızılgül dərib, körpeşman saraya döndü. Ertəsi gün qıravaş Şazdanın gətirdiyi qızılgülü tolazladı eşiyə. Gül yerə düşdüyündə dönüb bir çinər ağacı oldu. Günlərin bir günü sarayda təxtə lazım oldu. Çinarı kəsib təxtə yondular. Bu təxtələrdən birini o qarının evinə apardılar və qoydular taxtçıya. Qarı odalmaq üçün qonşuya getdi. Təxtə yerə düşüb dönüb yenə nar qızı oldu. Nar qızı ev eşiyi səhmanlayıb, yaxşı bir pilov pişirib, yenə təxtəyə dönüşdü. Qarı gəlib gördü ki, ev süpürülüb, pilov dəmdə, çaşıb qaldı ki, bu kimin işi ola bilər? Ertəsi gün qarı təndirdə gizlənib, başladı güdməyə. Bir də baxıb gördü ki, təxtə yerə düşüb, bir nar qızı olub, başladı evi səhmanlamağa. Qarı təndirdən çıxıb qızı gördü və dedi, qızım, sən hara, bura hara, səni bura kim gətirib? Qız dedi, sən özün deyirsən gedim.
Qarı dedi, yox balam, gəl qal yanımda, qızım ol, mənə kömək elə. Qız razı olub yalvardı ki, bu sirri heç kimə deməsin. Qarı da dedi, arxayın ol bala, heç kimə demərəm. Ay otdu, il dolandı. Günlərin bir günündə şəhərə xəbər saldılar ki, Şahzadə səfərə çıxır. Car saldılar şəhərdə, hər nə inci, mirvarı düzən qız var, gəlib Şahzadəyə səfər paltarı tiksin. Narqız bu xəbəri eşidib qarıya dedi, icazə ver gedim Şahzadənin paltarını inci mirvarı ilə düzüm. Qarı da razı oldu. Qızlar yığışıb başladılar paltar tikməyə. Narqızı dedi, qızlar gəlin hamımız başımıza gəldiklərimizi bir-birimizə tərif edək. Hamı tərif edib sıra Narqıza çatdı. Narqız dedi, mən bir narqızıdım, almadan qırmızıdım. Vəzir məni dev bağından qoydu bir ağac başına. Düzül mirvarı düzül, düzül mıncıqlar düzül. Şahzadə demə bu səsləri eşikdən eşidirmiş. Bu halda Qıravaş da mətləbi anlayıb Şahzadəyə dedi, qızlar utanarlar, qulaq asma. Amma Şahzadə yenə qulağı şüllədi və qızın qalan sözlərini eşitdi. Narqız oxudu, gəldi Qıravaş bulağa, çıxdı qondu ağac başına. Saldı məni oradan yerə, bitdim oldum gül ağacı. Düzül mirvarı düzül, düzül mıncıqlar düzül. Bircə dənə gül dərdi, şah evinə gətirdi. Sonra atdılar eşiyə, döndüm oldum boylu çınar. Düzül mirvarı düzül, düzül mıncıqlar düzül. Bu sözləri eşidən Şahzadə dedi, vəzirin gətirdiyi narqızı hətmən budur. Qulaq asım görüm daha nə deyəcək. Narqız dedi, çınar bir səhər kəsildi, mən də dönüb təxtə oldum. Atardı bir qarı təxtə, indi gəlib mıncıq düzəm. Düzül mirvarı düzül, düzül mıncıqlar düzül. Şahzadə bütün qızları yola salıb Narqızı öz yanına çağırdı. Gördü doğrudan da yuxuda gördüyü Narqız elə bu qız imiş. Əhvalatın bir də başdan aşağı soruşdu. Narqız da başına gələn əhvalatı başlı-başa dedi. Sonra şah qarını saraya çağırıb qızı ondan istədi və əmr elədi ki, Qıravaşı da bir xam atın belinə bağlayıb çölə buraxsınlar. Təbil çalıb, qozan qurdular, 40 gün, 40 gecə çalıb oynayıb toy tutdular. Burada nağılın bitən yeridir, sözün axıra çatan yeridir. Uşaqların yuxuya gedən yeridir. Siz də sevdiyiniz ən gözəl nağıllardan, kitablardan, oyunlardan və şeirlərdən video çəkib və bizə göndərin ki, həm öz adınıza bizim kanalımızda yayılsın, həm də bizdən hədiyyə alın.